maşımı satandan sonra bir yolum var idi. Yalnız salonları gəzərək özümün xoşladığım bir maşını almaq. Əvvəlcədən hansı maşını istəyirdim artıq seçmişdim. Sadəcə olaraq bir dənə o qalırdı ki, maşına oturub sürmək və yoxlamaq yerindəcə. Maşınlardan biri X5, öz babat xarizmatik görünüşü ilə məni valeh edən və vidi vardı bu maşının qardaş, nə deyəsən. İkinci maşın isə Dodge Durango. Eyniliklə çox xarizmatik görsənirdi. Hər iki halda da istəyim Jeep idi. Düzdür, hərənin bir zövqü var, amma mənim üçün təəssüflər ki, Jeep maşını sürdüyüm üçün sedan maşınları ürəyimcə deyil. Yenə də deyirəm, hərənin öz zövqü var və istəyi vardır. Kimsə sedan sevir, kimsə isə Jeep. Bu normal bir haldır. BMW X5 və Dodge arasında qaldıqda isə seçimdən tam əmin olmadım. Çünki istədiyim qiymətə yalnız 2015-2016-cı il maşını idi. Bilmirəm, düzü seçim arasında qaldım. Dedim, bəlkə də gedim yeni Çin maşınlarına baxım. Bəlkə orada bəyəndiyim bir maşın olar. Orada da 2 dənə maşın qaralamışam. Biri Changan Q07-dir, biri isə Changan Yuniz'dir. Video uzun oldu. Çin maşınlara baxmam isə növbəti videoda həm maşın haqqında öyrəndiklərimi paylaşa bilərəm, həm də ki artıq nə maşını seçmişəm, onu da göstərə bilərəm və niyə seçdiyimi də hətta belə sizinlə bölüşə bilərəm. Əgər sizin üçün bu maraqlıdırsa.